O şey ki, xalqa məxsusdur, onu göz bəbəyi kimi qorumaq onun vətən oğullarının borcudur. Şeyx Məhəmməd Xiyabaninin gözəl bir sözü yadıma düşür burada. Deyir, hər bir millətin şərəfinə lazım olan birinci şərt istiqlaldır. Yaşasın o millət ki, azadlığı diri saxladığı üçün yaşayır. Şərəfli həyat üçün maldan, puldan və candan keçmək lazımdır. Düzü, bu şərəfli yollarda bizim döyüşçü yoldaşlarımız çox tip, yaralılarımız da pusat çoxdur. Ancaq bizi bu döyüşdə ruhlandıran, həmişə qələbəyə doğru addım attıran Zəlimxan Yaqubun bir şeiridir. Zəlimxan Yaqub yazır ki, qocaman palıtlar çox gözəl bilir. Hər şimşək bir dağın faciəsidir. Açılmaz çiçəyi, ballanmaz barı, qırılmaq bu dağın faciəsidir. Sağ ola komandir. Fəlakət istər ki, astıra, asa, boy görükənin başından basa, qara gün, ağ günü döndərər yasa, hər qara bir ağın faciəsidir. Durmaz qabağında tufanın, yelin, ağzında yem olar hər daşqın selin, şil olmaq adamın, qul olmaq elin, kül olmaq ocağın faciəsidir. Havalar soyuqdur, aralar sərin, güllələr qansızdır, yaralar dərin, qandal ayaqların, buxov əllərin, qıfıllar dodağın faciəsidir. Birinin yerinə beşi yoxdursa, gülləyə verməyə döşü yoxdursa, yolunda ölməyə kişi yoxdursa, vətənin torpağın faciəsidir. Yolunda Azərbaycanın azadlığı naminə canlı qurban verən şəhidlərimizə Allah rəhmət eləsin. Biz həmişə onların xatirələrini qəlbimizdə yaşadacağıq və həmişə onları öz sıralarımızda görürük ki, biz elə bilirik ki, onlar da bizlə barabar bu qələbələrə addım atır. Onlar ömür komandır. Onlar ömrü boyu bizim qəlbimizdə yaşayacaqlar. Şübhəsiz.